İnternet imkanlarının genişləndiyi müasir dövrdə sosial şəbəkələr artıq təkcə ünsiyyət vasitəsi deyil, uşaqların dünyanı qavrama, özünü ifadə və sosiallaşma mühitinə çevrilib. Lakin bu platformaların nəzarətsiz və həddindən artıq istifadəsi uşaqlara bir sıra mənfi təsirlər göstərir. Bu da onların psixoloji tarazlığı, emosional inkişafı və sosial davranışları ilə bağlı ciddi narahatlıqlar doğurur. Bu artıq həyəcan təbilidir. Uşaqlar gün ərzində internetdə orta hesabla 7 saat vaxt keçirirlər. Azyaşlıların internetdən və sosial şəbəkələrdən ifrat istifadəsi bu vəziyyətlə bağlı ciddi tədbirlər görülməsini zəruridir. Ölkəmizdə uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması istiqamətində əhəmiyyətli addımlar atılır. Prezident İlham Əliyevin uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında sərəncamı məsələnin aktuallığını daha da artırır. Sosial şəbəkələrdə yayılan müxtəlif ideoloji, mədəni və qeyri-etik məzmunlar milli mənəvi dəyərlərin formalaşmasına da təbii ki, öz təsirini göstərir. Azyaşlıların filtrsiz informasiya mühitinə daxil olması, onların dünya görüşündə xaotik və ziddiyyətli təsəvvürlərin yaranmasına da gətirib çıxara biləcək təhlükəli hallardır. Bugün məhdudiyyətlərin tətbiqi gündəmdədir. Bütün dünyada, eyni zamanda ölkəmizdə azyaşlıların sosial şəbəkələrdən istifadəsinə müəyyən məhdudiyyətlərin tətbiqi psixoloji sağlamlığın qorunması, təhsili və oxu vərdişlərinin gücləndirilməsini, real sosial münasibətlərin inkişafını, kiber təhlükələrdən müdafiə, milli mənəvi dəyərlərin qorunması kimi bir sıra müsbət nəticələri hədəfləyir. Lakin tam məhdudlaşdırma da, bunu da söyləməliyik ki, müəyyən risklər yarada bilər. Belə ki, biz bugün elektron bir mühitdə texnika və texnologiyaların durmadan sürətlə təkmilləşdiyi bir dövrdə yaşayırıq. Tam məhdudlaşdırma, rəqəmsal savadlılığın zəifləməsi, informasiya texnologiyalarına adaptasiyanın gecikməsi, qadağaların gizli istifadəni artırması, qlobal informasiya mühitindən təcrid kimi hallara da yol aça bilər. Və buna görə də məhdudiyyətlərə sadəcə inzibati deyil, elmi nəzəri baxımdan akademik bir yanaşma olmalıdır düşüncəmizə görə. Bəs görəsən belə olan halda nə etməliyik? Uşaqlara necə nəzarət edilməlidir ki, sosial şəbəkələrin mənfi təsirlərindən uzaq olsun? Məsuliyyət kimin üzərinə düşür? Ümumilikdə götürəndə sosial şəbəkədə çox zaman keçirmək, zərərli kontentlərə baxmaq, ekran asılılığı, uşağın sosial bacarıqlarına, kognitiv bacarıqlarına, onun davranışına, onun ünsiyyətinə mənfi təsir göstərir. Uşaq sosiallaşa bilmir və yaxud elektron cihazsız nə evdə otura bilir, nə evdən çölə çıxa bilir. Sosiallığı zaman keçdikcə asosiallığı gətirib çıxarır və bu da onun həm qavranmasına, həm davranışına, həm ünsiyyətinə mənfi təsir göstərir. Burada cavabdeh olan kimdir? Bugün üçün onu deyə bilərək ki, valideyndir. Çünki uşaq valideynin himayəsindədir, uşaq daha çox valideynin yanındadır. Uşaq əgər məktəbə qədər təhsil müəssisəsinə, bağçaya gedərsə, bağçada onlar üçün müəyyən sosial aktivitelər var. Məktəbə gedərsə, o da sosiallaşan bir yerdir. Orada da müəyyən sosial aktivitelər var. Ancaq uşaq yaşında harda olur? Daha çox evdə olur. Ya valideyn baxır, ya nənə baba baxır, ya da daya baxır. Daha çox onun sosiallaşması istiqamətində həm oyunlar, həm də uşaqla ünsiyyət zaman keçirmək daha məqsədə uyğundur. Təəssüf ki, bəzi valideynlər bir çox hallarda övladlarını real təhlükələrdən qorumaq üçün bilmədən və fərqində olmadan virtual təhlükələrin ağuşuna itələyir. Belə olduqda öz çevrəsindən uzaqlaşan uşaqlar virtual aləmin həvəsində, marağında olur. Virtual məkandakı təhlükə əslində real ünsiyyətdəki təhlükədən daha geniş arealı olan təhlükədir. Çünki kim tərəfindən göndəriləcəyini bilmirik, kimin tərəfindən təhlükənin yaranacağını bilmirik. Ümumiyyətlə, təhlükə ərz eləyən insanların kimliyi barədə məlumatsızlıq deyə tədbir də görə bilmirik. Buna görə də bugün dünya ölkələrinin çoxunda olduğu kimi Azərbaycanda da yetkinlik yaşına çatmayan uşaqların sosial şəbəkədən istifadəsi qadağandır. Amma bir çox hallarda uşaqlar ilə öz valideyninin məlumatlarından istifadə eləyərək və yaxud da ki, yetkinlik yaşda olan bir tanışının məlumatlarından istifadə eləyərək sosial şəbəkələrə üzv ola bilir. Saxta hesab yarada bilir və bu da təhlükənin bir başqa ölçüsüdür. Bir çox hallarda valideynlər xəbərdar olur. Lakin
erkən etinasız yanaşırlar. Sabah, digər gün hər hansı bir təhlükə yaranarsa, övladı daha təhlükəli bir vəziyyətin içində olarsa, sonrakı peşmançılıq fayda vermir təbii ki. Ona görə əvvəlcədən bu məsələlərdə diqqətli olmaq lazımdır. Sosial şəbəkələr uşaqların yeri deyil. Əgər yetkinlik yaşına çatmayıbsa, öz yanlışını və doğrusunu anlamırsa uşaq, onu real çevrəsindən uzaqlaşdırıb virtual çevrəyə itələməklə ona daha böyük pislik eləyirik. Uşaqlara sadəcə öyrətmək lazımdır. Real dostluqları necə qursun, zərərli vərdişlərdən necə uzaqlaşsın, təhlükəli mühitdən necə uzaqlaşsın. Yanlışı, doğrunu bilən uşaqlar heç vaxt real mühitdə təhlükə ilə üzləşmirlər. Buna görə də belə proseslərin qarşısını almaq üçün önləyici tədbirlərin görülməsi vacibdir. Ailə Qadın Uşaq Komitəsi olaraq 2023-cü ildə xüsusi bir araşdırmamız oldu və həmin araşdırmada 2000 respondent uşaq iştirak elədi. Və sorğunun nəticələrindən belə məlum oldu ki, Azərbaycanda 75%-dən çox uşaq internetdən gündəlik olaraq istifadə edir və hətta 35%, bunların 35%-i qeyd edib ki, 5 saatdan çox istifadə edir, yəni gün ərzində internetdən. Valideynlərlə bağlı isə əsas məsələ təbii ki, nəzarət tədbirlərinin gücləndirilməsidir. Çünki bilirik ki, internet təbii ki, müsbət cəhətləri ilə yanaşı mənfi təsirləri və riskləri də var. Bunlardan əsas bizi narahat edən məsələ internetdən asılılıq halının yaranmasıdır. Çünki bu həm ailədən uzaqlaşmaya gətirib çıxarır, həm də psixoloji gərginlik hallarına. Çünki internetdən asılı olan uşaqlar təbii ki, ailədən uzaqlaşırlar, daha çox psixoloji travmalar yaşayırlar. Bu da daha çox kiberbullyinglə əlaqəlidir. Çünki kiber təhlükəsizlik məsələsi bugün ən aktual məsələlərdən biridir. Bilirsiniz ki, ümumiyyətlə bütün dünyada demək olar ki, uşaqların internet təhlükəsizliyi və zərərli informasiyadan qorunması ilə bağlı qlobal çağırışlar olur, beynəlxalq konfranslar təşkil olunur və burada da müxtəlif tövsiyə sənədləri qəbul olunur. Uşaqlar üçün sosial şəbəkələrdən istifadənin qadağan olunması, yaş məhdudiyyəti təşəbbüsü təkcə milli səviyyədə deyil, ümumilikdə rəqəmsal təhlükəsizlik və uşaq hüquqları baxımından önəmlidir.